Salam əziz şagirdlər. Bu dərsimizdə mövzu sınaq 19-un suallarına baxacağıq inşallah. Başlayaq birinci sualdan. Eldənizlər dövləti ilə Səfəvilər dövlətinə aid oxşarlıq. Deməli, Şirvanşahlarla dost və müttəfiq olmaq bu Səfəvilər dövlətində yoxdur. Eldənizlər dövlətində bir ehtimal ola bilər, amma bilirik ki, hər ikisi dostdan çox, ikisi də Şirvanşahları asılı hala salıb, hətta Səfəvilər Şirvanşahları süquta uğradıb, ona görə bu ola bilməz. Hökmdarların sultan titul daşımaları, Səfəvlərdə şah titul daşıyıblar, Eldənizlərdə Qızıl Arslan Sultan titul daşısa da oxşarlıq deyil. Kürdən şimaldakı Azərbaycan torpaqlarını əhatə etmələri, bəli, hər ikisi Azərbaycanı birləşdirdiyinə görə oxşarlıq C-dir. Ağqonlulara qarşı mübarizə aparmaq Səfəvilərdə var. Deyərim ki, orada Səfəvilər Ağqonlu dövləti iki hissəyə bölünür. Düzdür, bizim kitabda yoxdur. Amma nəticə etibarilə lap Səfəvilər olsa da Ağqonlularla Səfəvilər mübarizə apara bilər, amma Eldənizlərlə təbii ki, aparmayıb. Fərqli dövrlərdə mövcud olmuş dövlətlərdir. Y cavabı Azərbaycan şimal torpaqlarında yaranmaları, Eldənizlər bəli şimalda yaranıb, amma Səfəvilər cənubda yaranıb, olmaz, bu fərqdir. İkinci suala eyni əsrə aiddir. Nadir xan Əfşarın şah elan edilməsi, Səfəvilər dövlətinin süqut etməsi, bunlar hər ikisi deməli 18-ci əsrə aid hadisələrdir. Deməli oxşarlıq budur. Ərəblərin Albaniya yürüşünün başlaması 7-ci əsr, Babəkin mübarizəsi 9-cu əsr, fərqli əsrdir. Naxçıvan 12-ci əsrdə paytaxta çevrilib, Ağqonlu 15-ci əsrdə yaranıb. Uzun Həsən 15-ci əsr, Səfəvilər dövlətinin süqut etməsi 18-ci əsr. Şirvanşahların Səfəvilər dövlətinin tərkibinə qatılması 16-cı əsr. Səfəvlərin Ərdəbil idarə etməyə başlaması da 13-cü əsr. Şeyx Səfiyyəddinin dövrü, yəni. Ona görə də cavab adı. Üçüncü sual Səfəvilər dövləti Ağqonlu dövründən fərqli olaraq 17-ci əsrdə mövcud olub və Azərbaycan dilini dövlət dili elan edib. 2 ilə 3 oxşarlıqdır. Ona görə 1-4 doğru cavab Y-dir. Şirvanşahlar dövlətinə aid buraxılmış ifadəni tapmalıyıq. Orta əsrdə süquta uğrayıb, Atabəylərdə nasıl olub? 9-cu əsrdə cənubda yox, şimalda yaranıb. İlk paytaxtı Dərbənd olmayıb. Ümumiyyətlə Dərbənd onun paytaxtı olmayıb. Səfəvilər dövləti ilə müttəfiq olması deməli olmayıb. Səfəvilər onu süquta uğradıb. Azərbaycanın ilk dəfə birləşdirməsi xeyr, o Sacilər dövlətidir. Ərazinin müxtəlif müdafiə tikililərinin inşa edilməsi, bəli. Məsələn, Şamaxıda Gülüstan qalası, Bakıda Qız qalası, Mərdəkan qalası, bu qalaların inşası onu göstərir ki, onun ərazisində təbii ki, müxtəlif qalalar, yəni müdafiə tikililəri inşa edilmişdir. 5-ci suala baxırıq. 5-ci sual Manna, Atropatena, Albaniya heç birinə aid olmamalıdır. Eradan əvvəl 1-ci minin birinci yarısında Manna yaranıb, iadeli hücumuna hamısı məruz qalıb. Yerli pullardan Atropatena və Albaniyada istifadə olunub. Paytaxtda Göyçə gölü sahillərində yerləşir. Bəli, bu heç birinə aid deyil. Kürd çayından şimalda əhatə edildi. Bu Albaniyaya aiddir. Açıqlamanı bir də verim ki, Mannanın və Atropatenanın paytaxtı Göyçə gölü yox, Urmiya gölü yaxınlığında yerləşir. Albaniyanın paytaxtı isə deməli Kürddən şimalda Qəbələ yerləşir. Bərdədə Külaраç arasında yerləşir, amma Göyçə gölü sahilində deyil. Göyçə gölündən xeyli aralıda, məsafədə deməli yerləşir. 6-cı suala baxırıq. Uyğunluq pozulmuşdur. İlk yaşayış məskənləri yaranmışdır. Daş dövrünün sonlarında səhvdir. Daş dövrünün əvvəllərində meydana gəlib. Qəbilələr arasında münaqişələr baş verib. Əlverişli ərazilər uğrunda. Zaten tapdıq. İlk yaşayış məskənləri qaydaq. Burada uyğunluq pozulmuşdur soruşur. Ona görə də ilk yaşayış məskənləri daş dövrünün sonunda yox, əvvəllərində meydana gəlib. Ona görə doğru cavab A'dır. Yəni B'dir, C'dir, D'dir, Y'dir. Burada uyğunluq pozulmuyub. Bunlar hamısı doğru cavablardır. 7-ci sual bu dəfə uyğunluq gözlənilmişdir. Doğru olan cavabı tapmalıyıq. Əfşarlar dövləti süquta uğradı. Azərbaycanda Qacarlar dövlətinin yaranması ilə, daha doğrusu Əfşarlar mı Əfşarlar süquta uğradıb? Xeyr. Nadir Şahın öldürülməsi nəticəsində parçalanıb. Sonra İrəvan xanlığı 1-ci Rus-Qacar müharibəsi zamanı işğal edildimi? Xeyr, edilməyib. 2-cidə edilib. 2-ci müharibə zamanı. Qarabağ xanlığının ilk siyasi mərkəzi olmuşdu Bayat. Bəli, bu doğru cavabdır. Uyğunluq burada gözlənilib. Digər cavablara da baxaq. Azərbaycan Naxçıvan Cənub xanlığı deyil, Şimal xanlığıdır. 19-cu əsrdə Rusiyanın işğal etdiyi ilk xanlıq Qarabağ xanlığı deyil, Gəncə xanlığıdır. Davam edirik. 8-ci sual. Məntiqi ardıcılığı tamamlamaq lazımdır. Deməli, Xürrəmlər hərəkatı nəticəsində Ərəb xilafəti zəiflədi və nəticədə Azərbaycanda müstəqil dövlətlər yarandı. Məsələn, Şirvanşahlar yarandı və beləliklə dövlətçiliyimiz bərpa edildi. C cavabı. 9-cu sual Nadir Şahın xarici siyasəti nəticəsində hərbi donanma yaratmağa çalışması. Bu daxili siyasətdir. Bəzi dövlət vəzifələrini ləğv etməkdə daxilidir. Ölkə vilayətlərə bölmək bu da daxili siyasətdir. Rusiyanın tutduğu Səfəvi torpaqlarında Nadir Şah yox, Nadir xanın dövründə, yəni Səfəvilərin dövründə olduğuna görə bu da yanlış ifadədir. Doğru cavab Y-dir. Osmanlı Sultanı ilə danışıqlar aparması Osmanlı Sultanına məktub yazdığını bizim kitabımızda qeyd edir və bu onun xarici siyasətinə aid olan məsələlərdən biridir.
10-cu suala baxırıq. Deməli, Səfəvilər dövlətinə aiddir Osmanlılarla həmsərhəd olması, Təbriz şəhəri Ağqoyunların əlindən alması. Bu zaman Səfəvilər hələ dövlət deyil idi. Yəni, çünki Təbriz şəhərini İsmail tutmalıdır ki, orada özünü şah elan etsin və Səfəvilər dövləti yaransın. Ona görə iki olmaz. Torpaqların bir hissəsi Çar Rusiyası tərəfindən bəli 18-ci əsrdə işğal edilib. Azərbaycan torpaqlarının ilk dəfə vahid dövlət halına birləşdirilməsi xeyr, bu sazilərə aiddir. Və Qarabağ Bəylərbəyliyin onun tərkibində olması, bəli. Səfəvilər dövləti bilməliyik ki, Bəylərbəyliklərə bölünürdü. Onlardan biri də Qarabağ Bəylərbəyliyi idi, biri Çuxurset Bəylərbəyliyi idi. Bizim kitabımızda keçir. Burada doğru cavab olur 1-3-5, yəni deməli 1-3-5 olur B cavabı. Davam edirik. 11-ci sual. Deməli 15-ci əsrin sonları və 18-ci əsrin ortaları Azərbaycan tarixinin ümumi cəhət. Deməli Səfəvilər dövləti 15-ci əsrdə yoxdur, A cavab olmaz. Xanlıqlar 15-ci əsrdə yoxdur, C də olmaz. Vahid dövlət 15-ci əsrin sonlarında %100 təbii ki, vahid dövlət yoxdur. İki dövlətimiz var, Ağqoyunlu və Şirvanşahlar. Vahid və mərkəzləşmiş dövlət yenə bu ifadə yanlışdır. Burada doğru cavab B-dir. Ayrı-ayrı hakimlərin özbaşınalığı və bir-birlə müharibələr. 15-ci əsrin sonunda Ağqoyunlu, Uzun Həsən öləndən sonra Ağqoyunlu şahzadələri bir-birinə mübarizə aparırdı. 18-ci əsrin ortalarında isə xanlıqlarımız bir-birinə təəssüf ki, mübarizə aparırdı. Deməli, 12-ci suala gəlirik. Yenə Şirvanşahlar dövlətindən bağlı sualdır. Bu dəfə onun ərazisində olan memarlıq abidələri soruşulur. Mərdəkan qalası, Qız qalası verilib, üçüncünü tapmalıyıq. Bəz qalası ola bilməz, Şirvanşahlardan əvvəl artıq var idi və özü də cənubda yerləşir. Oğlan qalı ola bilməz, Naxçıvanda yerləşir və deməli dövlətlərimizin yaranmasından əvvəlki dövrə, yəni qədim dövrə aiddir. Pəri qalası Albaniyaya aiddir, Zaqatalada yerləşir. Şəki xan sarayı Şəkidə yerləşir və Şirvanşahlara yox, Şəki xanlığına aiddir. Doğru cavab burada E, Gülüstan qalasıdır. Gülüstan qalası Şirvanşahlarda bilirsiniz ki, orada Şamaxı, paytaxt Şamaxı yaxınlığında yerləşir. Bunu da bilməniz lazımdır. 19-cu əsrdə Rusiyanın işğal etdiyi ilk xanlığımızın ərazisini müasir xəritədə göstərmək lazımdır. Biz bilirik ki, bu Gəncə xanlığıdır və onun paytaxtı olan Gəncə şəhəridir və bu xəritədə Gəncə 4-dür. Yəni D cavabı doğru cavabdır. 2 Şamaxıdır, 3 Bərdədir, 5 Qazaxdır, 1 Naxçıvandır. Bunları da bilməniz lazımdır. 14-cü sual. Səfəvi və Ağqoyunlu dövlətlərinin heç birinə aid deyil. Şərq ölkələrindən hər ikisi yürüş edib, uğurlu hərbi qələbələr nəticəsində hər ikisi yaranıb, böyük bir imperiyaya çevrilib. Ən azından Səfəvilər %100 bu kitabımızda yazılıb. Orta əsrlərin əvvəllərində yaranması xeyr, bu heç birinə aid deyil. Orta əsrin əvvəlləri 3-cü əsrdən 9-cu əsrə qədər saymaq mümkündür. 3, 4, 5, 6 belə bu əsrləri götürmək olar. Ona görə də təbii ki, bunlar orta əsrlərin əvvəlində yaranmayıb. Misir Məmlük dövləti ilə də hər ikisi həmsərhəddir. Ona görə doğru cavab D-dir. 15-ci sual məntiqi ardıcıllıqdır yenə. 1-ci Rus-Qacar müharibəsinin başa çatması nəticəsində sülh müqaviləsi, yəni Gülüstan müqaviləsi imzalandı. Bunu biz bilirik və nəticədə Azərbaycan torpaqları yenidən vahid dövlət halında birləşdirmək xeyr. Azərbaycan kiçik dövlətlərə zaten parçalanmışdı. B cavabı da yanlışdır. Çar Pyotr 18-ci əsrdir. Azərbaycan torpaqlarının bir hissəsi Rusiya tabeliyində qaldı. Bəli, doğru cavab D-dir. Azərbaycanın bütün ən təhlükəli cavab budur. Azərbaycanın bütün şimal xanlıqlarının Rusiya sərhədinin altına düşməsi bu 2-ci Rus-Qacardan sonra, yəni Türkmənçaydan sonra baş vermişdi. Ona görə də doğru cavab D-dir. 16-cı suala baxırıq. Deməli, 12-ci əsrdə Azərbaycanda baş verməmişdir. Marağa rəsədxanasının fəaliyyət göstərməsi. Bəli, bu 13-cü əsrdə 1259-cu ildə deməli inşası başlayıb. Digər deməli cavablar 12-ci əsrdə baş vermiş hadisələrdir. 17-ci suala baxırıq. Abbasqulu Ağa Bakıxanova aid deyil. Tərcüməçi işləmişdi. Deməli, bəli, işləmişdi. Azərbaycan tarixində ilk əsər yazmışdı. Xeyr, bu yanlış ifadədir. Bundan əvvəl də tarix əsər yazanlar olub. Misal üçün Fəzlullah Rəşidəddin nümunə göstərmək olar. 13-14-cü əsrdə və digər təbii ki, tarix əsərləri yazanlarımız olub. Və burada aldanmamaq lazımdır. O öz dövründə, qədim dövrdən öz yaşadığı dövrə qədər tarixi ardıcıllıqla və müxtəlif mənbələri istifadə etməklə yazılan ilk tarix əsərinin müəllifidir. Bu ilk tarix əsəri demək deyil. Dolayısıyla bundan əvvəl də tarix əsərləri yazanlar olmuşdur. Digər cavablar təbii ki, Abbasqulu Ağa Bakıxanova aiddir. 18-ci sual xanlıqlar dövrünə aiddir. Deməli, Hacı Çələbi xana aid buraxılmış ifadəni istəyir. İlk müstəqil xanlığı yaradıb, borcalını geri qaytarıb. Əfşarlar imperiyasını süquta uğratmayıb, təbii ki, Azərbaycanı birləşdirməyib. Gürcüləri məğlubiyyətə uğradıb, bəli. 2-ci Iraklini məğlub edərək zaten borcalını neyləmişdi? Borcalını neyləmişdi? Gürcülərdən, 2-ci Iraklidən neyləmişdi? Geri qaytarmış, almışdı müvəqqəti olaraq. Digər cavablarda təbii ki, ona aid deyil. Gəlir 19-cu suala və burada deyir ki, orta əsrlər dövründə paytaxt olmamışdı. Deməli, Marağa orta
orta əsr dövründə paytaxt olmamışdı. Bəli, yəni Marağa orta əsrdə paytaxt olub, Təbriz olub, Bərdə olub, Qəbələ bir müddət olub. Çünki 5-ci əsrdə paytaxt Bərdiyə dəyişib Albaniyanın. 5-ci əsrə qədər Qəbələ olub. Burada yanıla bilərsiniz. Dolayısıyla Qəbələ bir müddət orta əsrdə paytaxt olub. Qədim dövrdə də olub, orta əsrdə də. Amma burada doğru cavab Şuşadır. Çünki Şuşa zaten 1752-ci ildə xanlıqlar dövründə yaradılmış şəhərdir. Qala daha sonra Qara şəhərə çevrilir. Ona görə də bu orta əsrdə belə bir paytaxt yox idi və yeni dövrə aiddir. 20-ci sual, uyğun kəsişmə nöqtələrini tapmaq lazımdır. Deməli, yenə paytaxtlarla bağlıdır. Deməli, Eldənizlərin paytaxtı, Eldənizlər Bakı mı, Qəbələ mi? Əlbəttə heç biri olmur. Təbriz 2, Ağqonlunun paytaxtı olubmu? Bəli. Qəbələ 1, Albaniya ilə kəsişir? Bəli. Və Naxçıvan Şirvanşahlarla kəsişir? Bu da yanlışdır. Dolayısıyla burada cavab 1-2, yəni C cavabıdır. C cavabını götürməliyik. Gəlirik 21-ci suala. Ruslar İrəvan və Naxçıvan xanlıqlarını işğal etməklə İrəvana Azərbaycan türklərinin kütləvi şəkildə köçürərək sayını artırdı. Türklərin kütləvi şəkildə yox, erməniləri köçürüb sonradan. Bu yanlış ifadədir, olmaz. Osmanlı sərhədlərinə çıxdı. Bəli, Osmanlı sərhədlərinə çıxdı beləliklə. Azərbaycan torpaqlarının işğalına başlamadı, bitirdi. Şimal torpaqlarının işğalını başlamaq Qazax, Borçalı, Şəmşədirin işğalı ilə başlayır. Qacarlar dövləti ilə müvəqqəti müharibəyə hazırlaşdı. Xeyr, zaten müharibə aparırdı. Özü ikinci müharibəni digər şimal xanlıqlarına gedən yolu açmış oldu. Zaten digər xanlıqları işğal etmişdi, şimal xanlıqlarını. İkisi qalmışdı. Onu da işğal etməklə Osmanlı sərhədinə çıxmış oldu. 22-ci sual açıq sualdır. Deməli, 15-ci yüzillikdə hakimiyyətdə olmuş türk hökmdarları baxırıq burada. Deməli, 15-ci əsrdə hakimiyyətdə olmuş türk hökmdarları. Şah İsmayıl 16-cı əsrdir. 1-ci Təhmasib 16-cı əsrdir. Sultan Mehmed, bəli, türk hökmdarıdır. Uzun Həsən də türk hökmdarıdır, Ağqonlu hökmdarı. Osmanlılarda türk sayıldığına görə təbii ki 3-4 burada doğru cavabdır. Saray Xatun da təbii ki hökmdar deyil. Uzun Həsən anası olub, məsləhətçisi olub. Ona görə burada doğru cavab 3 və 4-dür. 23-cü sual, dövlətlərin süqut etmə ardıcılığını müəyyən etmək lazımdır. Bunların içərisində ilk süqut edən Rəvvadilər dövlətidir. Ən azından Eldənizlər yaranana qədər süqut edib. Eldənizlər 12-ci əsrdə yaranmışsa, deməli Rəvvadilər ən azından 11-ci əsrdə süqut edib. 4-dən başlamalıyıq. Sonra növbədə sırada gəlir Ağqonlu dövləti. 16-cı əsrin əvvəllərində süqut edib. Təbii ki, sonra Səfəvilər dövləti gəlir. 1736-18-ci əsrdə süqut edib. Onun yerinə Əfşarlar yaranıb və sonra da təbii ki, Əfşarlar ən sonunda süqut edib. 4-2-3 1. Doğru cavab olur. 24-cü suala baxırıq. Ərəb xilafətinin hakimiyyət dövründə baş vermişdir. Bəz qalası üsyançılar mərkəzinə çevrilmişdir. Doğru. Dərbənd qalası Sacol tərəfindən təmin edilmişdi. Bu, təbii ki, Ərəb xilafətinin tərkibindən çıxandan sonra Sacilərin dövründə olub. Olmaz. İslam dini meydana gəlib Ərəbistanda və əhalidən alınan vergilər artırılmışdı. Doğru. Üsyanın səbəblərindən biri zaten budur. Ona görə 1-4 doğru cavabdır. Və nəhayət 25-ci sual yenə xəritə sualıdır. Bu dəfə tarixi xəritədir. 19-cu əsrin 20-ci illərində Çar Rusiyasını işğal etdiyi şimal şəhərlərimiz təbii ki 3 ilə 4-dür. Söhbət İrəvan və Naxçıvandan gedir. Biz bilirik ki, digər şimal şəhərlərimiz zaten Gülüstan müqaviləsinə qədər işğal edilmişdi. Ona görə də 3-4 burada doğru cavab. Əziz şagirdlər, beləliklə 19-cu sınavımızın video izahının sonuna gəldik. Növbəti dərslərimizdə görüşənə qədər salamat qalın.